Selamlar dostlar. Yeni bir kitap videosuyla karşınızdayım. Uzun zamandır kitap videoları çəkmirdim. Əslində bu kitabı mən yaydan bəri oxumuşam və hətta çox bəyəndiyim üçün alıb qızlarıma da saxlamaq istədim. Amma bir türlü imkan eləyib videosunu çəkə bilmədim. Ona görə indi bu kitab haqqında sizə danışmaq istəyirəm. Əvvəla kitabın mövzusundan danışım, adını deməmişdən əvvəl. Bir dünya düşünün, distopik bir dünya, hansı ki bu hadisələr Türkiyədə keçir, 2027-ci ilin Türkiyəsində. Və burada artıq dövlət deyil, cumhuriyyət deyil, krallıq hökm sürür. Bu krallıq zamanla ortaya çıxmış bir şeydir və insanlara bir çox şeyləri qadağan eləyib. Hansı ki, musiqi dinləmək, romantik filmlərə baxmaq, sevgi kitabları oxumaq, yəni insanları xoşbəxt eləyə biləcək bir çox şeyləri qadağan edib. Səbəb isə çox bəsitdir. İnsanların sevgi kitabları, musiqilər filan oxuyaraq, necə deyim, düşüncələri, əxlaqları pozular deyə və hansı ki, bir çox hətta kitablar qadağan olunub bu krallıqda. Bunlardan biri də George Orwell'ın 1984 kitabıdır. Və baş obrazımız Efdelia Ataların atası Adnan bu kitabı oxumaqdan siyasi məhbus kimi həbsə atılıb və edamını gözləyir. Yəni bir kitab oxumaq edam hökmünü verə biləcək bir necə deyim, cinayət kimi görünür bu ölkədə, bu krallıqda. Və burada Efdelia atasının vəkilliyini eləyir. O vəkildir və elə bir gün gəlir ki, kitabı tam danışmıram, sadəcə qısa məlumat verirəm. Bu onsuz da bütün tanıtım bültənlərində var. Atasının vəkilliyindən azad edilir. Ondan sonra o sadə bir vətəndaş kimi, yəni atasının qızı kimi o görməyə gəlir. Belə ki, orada da görüş günündə görür ki, artıq məhbusları o qədər təhqir edici vəziyyətə salırlar. Onlara itlərə taxılan ağızlıq taxırlar və danışmamaqları üçün onlara çeşidli işgəncələr eləyirlər. Yəni bu şəkildə vəziyyətlər yer alır. Və həmin günü Efdelia orada ona diqqətlə baxan bir gənclə qarşılaşır, hansı ki o da məhbuslardan biridir. Atasından soruşduğunda atası ona cavab vermir ki, onun kimliyi barədə. Və bu adam suç kralı, bizim dildə nə deyilir bilmirəm, örgüt lideri Tugay Demir Çevikərdir. Adı çox uzundur, elə Tugay deyəcəm. Və günlərin bir günü Eftelia'ya bir qutu gəlir, içində çiçəklərlə. Bu arada obrazımız Eftelia çiçəkləri çox sevən bir qadındır və illərlə adının çiçəkdən gəldiyini düşünür və sonradan öyrənir ki, əslində dəniz qızına verilən addır. Belə, neysə, bu kitabda görərsiniz. Məni qoysanız kitabı danışacağım. Və bu qutuda həmin Tugay Demir Çevikerdən bir təhdid məktubu alır, bir disk görür. Hansı ki, burada Eftelia'nın daha əvvəl bir adamı öldürdüyü görüntüləri var. Və əslində kitabımız da həmin bu cinayətlə başlayır. Hansı ki, Efdelia atasının hökmünü verəcək hakimi öldürür. Tugay da necəsə bu görüntüləri əldə edib və Eftelia'yı təhdid eləyərək öz advokatı, yəni vəkili olmağa məcbur eləyir. Amma bilindiyi üzrə və bu 700 səhifəlik kitabdan bilindiyi üzrə onların arasında bir münasibət gelişir və zamanla Eftelia görür ki, heç nə onun gördüyü kimi deyil, heç nə onlara öyrədildiyi kimi deyil. Əslində, yəni orada olanların, o siyasi məhbusların hamısı məsum insanlardır. Və
Beləliklə onların mübarizəsi başlayır. Dirənişə qarşı olan mübarizə, yəni krallığa qarşı, insanlığa qarşı, yəni necə deyərlər, möhtəşəm bir mübarizə başlayır. Və bu kitabın adı Bəyaz Ləkədir. Aslı Arslanın Bəyaz Ləkə kitabıdır və bu ilk kitabıdır. Bəyaz Ləkə Mahkumiyyət adlı kitabıdır. Bunun bir də ikinci hissəsi var. İkinci hissəsini nə oxumamışam, nə almamışam elə. Çünki hələ də təsirindən çıxmamışam və çıxdıqdan sonra ikinci hissəsini dinləyəcəm. Belə, ikinci hissəsi də Bəyaz Ləkə özgürlükdür. Belə. Əslində mən bu kitabı TikTok blogerlərində görmüşdüm və sonunu bildiyim bir kitabdır. Sonunu deməyəcəm. Araşdırsaz onsuz da olduqca qabağınıza uzun videolar çıxacaq bu barədə, spoiler videolar. Mən o spoileri yesəm belə yəni bu kitabı dinləməkdən heç vazgeçmədim, əl çəkmədim. Türkçə kitabları o qədər dinləyirəm, amma artıq dilim də Türkçəyə çevrilir. Belə. Və mən bu kitabın kargo açılımını da sizə göstərməmişdim. Onun üçün kitabı da tam göstərmək istəyirəm. Kitabın üz qabığı belədir, amma bu cildli şamizli kitab olduğu üçün belə qapağını açıb bir də belə bu formada göstərmək istəyirəm. Biraz fərqli olduğunu düşünürəm. İndi isə belə deyim, əslində mən daha qəşəng bir hədiyyələr gözləyirdim. Belə kitabların içindən maraqlı hədiyyələr çıxır. Amma az bir şey çıxdı, əfsuslar olsun. Sadəcə poster. Belə bir posteri var. Bir də kartı var. Bunu əlfəcin kimi istifadə eləmək olur. Və düz tutmuşam. Tərsini. Belə bir posterdir, Bəyaz Ləkə. Və Bəyaz Ləkənin nə olduğunu tam olaraq açıqlamayacağım. Kitabı oxuduqda artıq başa düşəsiniz ki, niyə bu kitabın adı Bəyaz Ləkədir. Həqiqətən möhtəşəm ötəsi bir kitabdır. Əgər kitabı dinləmək istəyən gözdən əlil dostlarımız varsa, mənə yaza bilər, onlara göndərə bilərəm bu kitabın səsli variantını. Belə dostlar, izlədiyiniz üçün təşəkkür edirəm. Yəni burada danışdıqlarım spoiler deyil. Yəni kitabın bütün tanıtımlarında bu məlumatlar var. Yəni bu 700 səhifədə siz mənim danışdıqlarımdan çox artığını tapacaqsınız. Belə. Təşəkkür edirəm izlədiyiniz üçün. Çox sağ olun.